Hər kəsə salam. 2 ədəd sonduru sürçəsindən keçirib suyunu sıxıb kağız dəsmalın üzərinə yığıram. 5 ədəd yumurta, 3 ədəd kartof, 3 ədəd yerkökü və 4 ədəd xiyarı sürçəsindən keçirirəm. Salatı yığacağım qaba əvvəlcə sonduru hamarlayıb üzərinə duz istiyoz səpib mayonez çəkirəm. Sonra yerkökünü hamarlayıb üzərinə duz istiyoz səpib mayonezləyirəm. Üçüncü qatı üçün duzlu suda qaynadılıb didilmiş 400 qram toyuğun sinə ətini istifadə edirəm. Hamarladıqdan sonra üzərini mayonezləyib, sonra xiyar turşusunu, sonra isə yumurtanı hamarlayıram. Üzərinə mayonez çəkdikdən sonra sonuncu qatı üçün kartofu yığıb, üzərinə duz istiyoz səpib hamarlayıram. Salatı sunum edəcəyim qaba qoyub, üzərinə 150 qram qovrulub üyüdülmüş qoz ləpəsi səpirəm və hazır olur. Hələlik.